Azərbaycan güləşinin yeni siması Əmir Reza Masumi İran yığma komandasında yeniyetmə gənclər arasında dünya çempionu olan Masumi İran Federasiyası yox deməyinə baxmayaraq və bir çox ölkələrdən təklif olmasına baxmayaraq Azərbaycanı seçdi. Və əsas hədəf əlbəttə ki, Los Angeles Olimpiya oyunlarının qızıl medalıdır. Masumi öz səhifəsində də elan etdi ki, mən 21 yaşında Azərbaycanı seçirəm. Çünki burada Azərbaycanda güləşə olan münasibət başqa cürdür. Bir çox dostlarım var və mən Azərbaycan üçün uğurlar qazanmağa hazıram. Və əlavə etdi ki, mən elə hesab eləməyin ki, çox böyük pullar qazanıram. Yəqin ki, onun maaşı Azərbaycan güləşçiləri nə qədər qazanır, o qədər olacaq. Mən də ümid edirəm ki, Los Angeles Olimpiya oyunlarında Masumi də çempion olacaq və həmçinin də bizim digər sərbəst güləşçilərimiz güləşimizə qızıl medal lazımdır.